Salam əziz uşaqlar, uzunluq vahidləri ilə tanış olacaq. Ən kiçik uzunluq vahidimiz millimetr, santimetr, desimetr, metr və kilometrdir. Deməli, ən kiçik uzunluq vahidimiz millimetrdir. Ən böyük uzunluq vahidimiz isə kilometrdir. Burada belə bir qayda yazmışam. Kiçikdən böyüyə keçdikdə bölürük. Baxın, kiçikdən böyüyə keçdikdə bölürük. Böyükdən kiçiyə keçdikdə isə vururuq. Bunu gəlin misallar üzərində baxaq. Məsələn, 1 metrimiz neçə desimetrdir? 1 metrimiz neçə desimetrdir? Sizə bir qaydanı da deyim. Sol əl qaydası. Sol əl qaydası nədir? Buradan bir dənə əl işarəsi çəkək. Təsəvvür edin, bu bizim əlimizdir. Nə dərəcədə oxşadı bilmirəm. Təsəvvür edin ki, bu sizin sol əlinizdir. Və bunlar arasında bir sıfır var. Çeçələ barmağımız millimetr, santimetr, desimetr, metr və kilometrdir. Sol əl qaydası ilə biz bunu rahatlıqla yaza bilərik. 1 metrimiz neçə desimetrdir deyir. Baxırıq barmağımıza. 1 metrimiz neçə desimetrdir? Metrlə desimetr arasında neçə dənə sıfır var? Bir dənə sıfır var. 1 metrimiz 1 dənə sıfır yazıram yanına. 10. Deməli, 1 metrimiz 10 desimetrdir. 1 metrimiz deyir neçə santimetrdir. Baxıram, barmağımıza baxıram. 1 metrimiz neçə santimetrdir? 1, 2. Bu barmaqlar arasında neçə sıfır var? 2 dənə sıfır var. Deməli, olacaq nə? 100 santimetr. Sonra 1 metrimiz deyə bilər ki, bizə neçə millimetrdir. Yenə baxıram barmaqlarımıza. 1 metrimiz, metr buradadır. Millimetr də buradadır. Bunlar arasındakı sıfır nə qədərdir? 1, 2, 3. Deməli, 1000 millimetrdir. İndi tərsinə baxaq, əksinə baxaq. Desimetrə də baxaq, sonra əksinə baxarıq. Məsələn, deyir, 1 desimetrimiz neçə santimetrdir? 1 desimetrimiz neçə millimetrdir? Yenə baxaq. Desimetr haradadır? Buradadır. Bu barmağımızdadır. Bizə deyir neçə santimetrdir? Neçə santimetrdir? Neçə sıfır var? 1 sıfır var. Deməli, 1 desimetrimiz 10 santimetrdir. 1 desimetrimiz neçə millimetrdir? Desimetrlə millimetr arasında neçə sıfır var? 2 dənə sıfır var. Deməli, 1 desimetrimiz 100 millimetrdir. 1 santimetrimiz neçə millimetrdir? 1 santimetrimiz neçə millimetrdir? Santimetrlə millimetr arasında neçə sıfır var? 1 sıfır var. Deməli, 10 millimetrdir. Misallar üzərində baxaq. Deyir ki, 6 desimetrimiz neçə santimetrdir? Deməli, desimetri santimetrə çevirək. Desimetri santimetrə çevir deyir. Deməli, nə edəcəyik? Baxacaq, barmağımıza baxırıq. Desimetr neçə santimetrdir? Neçə sıfır var? 1 sıfır var. Deməli, 10'a vuracaq. 6 desimetrdirsə, 6'nı da vuracaq 10'a, olacaq 60 santimetr. Sonra 4 desimetrimiz neçə millimetrdir? Deməli, desimetri çevirəcəyik millimetrə. Baxırıq. Desimetri millimetrə çevirəcəyik. 1, 2. Deməli, neçəyə vuracaq? 100'ə vuracaq. 4 desimetrimizdə 4'ü 100'ə vuracaq, olacaq 400 millimetr. 5 santimetrimiz neçə millimetrdir? Santimetri millimetrə çevirəcəyik. Yenə santimetrdən millimetrə 1 sıfırımız var. Deməli, neçəyə vuracaq? 10'a vuracaq. 5'i də 10'a vurduqda 50 millimetr.
İndi böyükdən kiçiyə, kiçikdən böyüyə çevirmə qaydalarına baxaq. Məsələn, 400 millimetr neçə santimetrdir? Deməli, millimetri nəyə çevirəcəyik? Santimetrə çevirəcəyik. Millimetri santimetrə çevirəcəyik. Deməli, kiçikdən böyüyə çevirəcəyik. Mən də burada yazmışam ki, baxın, kiçikdən böyüyə keçdikdə bölürük. Kiçikdən böyüyə keçdikdə bölürük. Deməli, 1 millimetrimiz neçə santimetrdir? Baxıram millimetrlə santimetrin arasına. Neçə sıfır var? 1 sıfır var. Deməli, neçəyə böləcəm? 10-a böləcəm. 400-ü də 10-a böldükdə və yaxud da neçə sıfır var? Bir dənə sıfır var. Buradan 1 sıfırın üstünə xətt çəkəcəm. 40 santimetr. 50 desimetr. 50 desimetrimiz neçə metrdir? Baxıram. 1 desimetrimiz 50 desimetrimiz neçə metrdir? Neçə metrdir? Desimetrlə metr arasında neçə sıfır var? 1 sıfır var. Deməli, nə edəcəm? Desimetrdən metrə keçdikdə nə edəcəm? 10-a böləcəm. Və yaxud da mən buradan 1 sıfır siləcəm. Olacaq nə? 5 metr. 300 millimetr bizə deyə bilər ki, neçə desimetrdir? Deməli, millimetrdən desimetrə keçirtmək lazımdır. Baxıram əlimizə millimetrdən desimetrə keçirtmək lazımdır. Millimetrlə desimetr arasında neçə sıfır var? 100. 2 dənə sıfır var da, eləmi? Deməli, nə edəcəm? Böləcəm 100-ə. Və ya 2 sıfır varsa 2 dənə ədədin üstündən xətt çəkəcəm. 2 sıfırın üzərinə xətt çəkəcəm. Olacaq 3 desimetr.